üçüncü çərşənbə də geridə qaldı. Əhali çərşənbəni şənliklərlə qeyd etdi. 17 ildir torpaqlarından ayrı düşən məcburi köçkünlər isə daha fərqli şəkildə. Paytaxtın Yasamal rayonunda tələbə yataqxanalarında qalan köçkün gənclər yeni çərşənbəsini qeyd etmək üçün yandırdıqları tonqalda Ermənistan bayrağını və prezidenti Serj Sarkisyanın şəkillərini də yandırıblar. Köçkünlərdən Ermənistana alovlu etiraz yüksəldi. Ermənistan bayrağı və prezident Serj Sarkisyanın şəkli Bakıda qalanan bir çərşənbə tonqalında yandırıldı. Onların çoxu ancaq adını eşidib Qarabağın. Yer çərşənbəsində onları bir araya gətirən bir məqsəd var. O da Qarabağın azad olunması və doğma vətənə qayıtmaq arzusu. 17 ildə hər dəqiqə, hər an bir insan Qarabağ həsrəti ilə dünyadan köçür. Hər an, hər dəqiqə bir insan isə Qarabağ görmədən dünyaya gəlir. Bu böyük bir ağrıdır, böyük bir təsirdir. Bəlkə bunu sözlə demək hassasdır. Sözlə demək o qədər də çətin deyil. Amma bu çətini yaşamaq üçün bizim həyatı, bizim taleyi yaşamaq lazımdır. Yasamal rayon ərazisindəki yataqxanalarda məcburi köçkün kimi yaşamağa məcbur olan gənclər yer çərşənbəsində hər kəsdən fərqli qeyd ediblər. Himnimizin səsləndirilməsindən sonra tonqalın ətrafına toplaşanlar Qarabağın azad olunmasını arzulayıblar. 2011-ci il bu arzularımızın gerçəkləşdiyi il olacaq və bu günləri bizim arzularımız həyata keçəcək və yenidən o torpaqlara qovuşacaq. Və mən də inanıram ki, burada gördüyüm gənclərlə bir yerdə, Səngərdəmi bir yerdə olub və yaxud da ki, Qarabağ torpağında olma belə çərşənbə tonqalı ətrafında Qarabağın azadlığını qeyd edəcək. İrandan gələn soydaşlarımız da Qarabağın azadlığı üçün hər şeyə hazır olduqlarını deyir. Sadəcə 8 milyon, 9 milyon Azərbaycan Respublikasının xalqı deyil, 50 milyonluq bir Azərbaycan xalqının problemidir. Və bunun üçün əlimizdən gələn dəstəyi əsirgəməyəcəyik və hər an müharibə etməyə hazırıq. Tədbirin sonunda isə Ermənistan bayrağı və prezident Serj Sarkisyanın şəkilləri yandırılır. Bu terror törətmiş bir dövlətin və həmin rejimin başçısının şəklini yandırırıq. Biz bunu qınayırıq, biz sizə etirazımızı bildiririk.